Bir sıx qrafik olanda biraz rotasiyalar eləyirik, amma bu nə qədər bizim imkanımız var, çalışırıq ki, maksimum yəni əsas heyətlə, nə mənada heyətlə, hansı ki, bir-birini daha yaxşı tanınan heyətlə meydana çıxmağa və əvvəlki oyunlarda biz 4, 5, 6, 13 dəyişiklik görürdüksə, qarşıdakı oyunlarda ola bilər ki, bunun sayı çox az olsun, 1 və ya 2 olsun. Amma biz hər oyuna maksimum çalışırıq ki, hazır olan heyətlə çıxmağa. Sadəcə oyun gedişatında, məsələn, bugün gördüyünüz kimi biraz hesab var idi. Bəzi oyuncuları daha tez meydana buraxa bilərdik və dəyişikliklər edə bildik. Və belə hər iki turnirə belə deyək, yəni çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda Avrokubok oyunları gözləyir. Biz o oyunlara biraz komandanın, futbolçuların idman formasının çox da aşağı düşməsinə imkan verilməliyik. Ona görə həm məşq proseslərimizdə, həm də oyunlarımızda maksimum çalışırıq dinamikanı qaldırmağa, yüksəltməyə, hansı ki, buna maydan sonra, iyundan sonra ehtiyac var.